Bakıdakı Badamdar Hotel Rezidens Otelinin baş xəzinədarı vəzifəsində çalışmış Dünya Malı Qarayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı Qarayev Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinib. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə ittiham hökmdən xaric edilib. Bildirilib ki, PMD Hospitality şirkətlər qrupuna məxsus Badamdar Estates məhdud məsuliyyətli cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Səbail rayonu Mikayıl Müşfiq küçəsində yerləşən Badamdar Hotel Rezidensidə baş xəzinədar olan Dünya Malı iş yerinə məxsus ümumilikdə 163 milyon 259 min 46 manat pulu mənimsəyib. Belə ki, o, kassaya daxil olan sənədləri rəsmi qeydiyyata aldıqdan sonra məbləğlərə vergül əlavə etməklə sənədləri dəyişib və daha az məbləğ göstərib. Məsələn, 4000 manat məbləğli mədaxili qəbzinə vergül əlavə edib və məbləği 400 manat kimi göstərib, qalan 3600 manatı isə özünə götürüb. Bu üsulla külli miqdarda pulu mənimsəyib, Qarayev ifadəsində mənimsədiyi pulun bir hissəsini sevgilisinə xərclədiyini bildirib. Aylıq maaşı 750 manat olan Qarayev sevgilisinə gül mağazalarından birindən 1000 manata 1000 ədəd qızıl gül də alıb hədiyyə etdiyini və digər əyləncələrə xeyli pul xərclədiyini açıqlayıb. Məhkəmənin hökmü ilə Qarayeva 8 il həbs cəzası verilib. Həmçinin otelin mülki iddiası təmin edilib və 163 milyon 259 min 46 manat pulun təqsirləndirilən şəxsdən tutularaq zərər çəkmiş məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsinə qərar verilib.